Bəzi insanların fikirlərinə yazılanlara baxıram, çox nə desəm zəif düşüncədə olan insanlar var. Zəif düşüncədə ola bilər insan olsun, bəlkə zəif düşüncədə olub da o qədər qəlbi gözəl insanlar var. Çox gözəl, yüksək intellekt səviyyəsi olan insanlar var. Qəlbləri o qədər qaradır ki, o qədər rahatca insanlara zərbə vururlar ki, məsələn, mən şəxsən insanın zəif düşüncəsi ilə və yaxud hər hansı intellekt səviyyəsi ilə mənim ölçmürəm heç bir insanı. Hər bir insanın onsuz da zəif tərəfləri var. Adam var özünü ifadə edə bilmir, maraqlı, qəşəng, rəngarəng, məsələn, ifadə edə bilmir. Amma daxili aləmi o qədər zəngindir, o qədər ürəyi genişdir, o qədər anlayışlıdır, o qədər insanlara yardım edəndir ki, o qədər məsələn maraqlı həyatı var ki. Yəni zəif düşüncə ilə tək insana qiymət vermək yox. Zəif düşüncə varsa, demək ki, bax yenə də bu niyə o insan üçün normaldır? Çünki onun yaşadığı mühitdir, şəraitdir, onun genetikadır falan. Buna gətirib buna çıxarıblar. İnsandır da, ola bilər sərt bir şey desin, kobud bir şey yazsın burada. Düzdürmü? Bəlkə öyrəşib, kobud danışıq onun üçün adi bir danışıqdır da. Düzdür, hə, mənim xətrimə deyə bilmərəm, dəymir, dəyir. Amma sonucda anlayırsan ki, bu hələ bəlkə özü ilə, onunla hələ evin içində həmişə kobud danışıblarsa, o da buna o qədər alışıb ki, o qədər normaldır ki, hələ o da hər kəslə harda oldu, necə oldu, kobud da danışacaq. Çox təbii. Yəni, biz yenə də hamımız insanıq. Kiməsə incə edə bilərik, əsəbləşə də bilərik, qəribə də gələ bilər. Çox şeylər hiss etdirə bilər bizə insanlar. Düzdürmü? Amma dərinə gedib anlayanda, sən içərdə səni, burada daxildə səni o gəmirən heç nə olmur. Səni belə ölçür, içərvə eləyən heç nə qalmır. Anlayış, ona görə anlayış insan üçün ən böyük xoşbəxtlikdir. Tək məni anlasın hər kəs deyil xoşbəxtlik. Mən də hər kəsi anlayanda, o da mənim üçün bir xoşbəxtlikdir. Hər kəs üçün bir xoşbəxtlikdir. Yəni, biri bizim qarşımızda, məsəl üçün, mənə dava edirsə, mənə iradını bildirirsə, nə bilim, birdən-birə mənə qarşı aqressiv davranırsa, yəni ki, mən həmən düzdür, müdafiə etmək özünü normaldır. Amma çox gözəl olur ki, insan fikirləşəndə nə hiss edir görəsən indi? Niyə bax, indi bu cür vəziyyət onun daxilində belədir? Niyə bu qədər indi? Nə ona əzab verir? Çünki içində bir nəsə ya qorxusu var, ya təlaşı var, ya nəsə ona bu davranış ortaya çıxmaq üçün nələrsə bir şeylər yaşayır da. Və çox vaxt başqalarına qarşı heç nədən kobud olan insan, başqalarına qarşı demək olar xırda bir şeyə görə aqressiya göstərən insan bu zamanında çox ədalətsizliklə qarşılaşan insanlardır. Onlara haqsızlıq olunub mütləq. Özdə elə belə haqsızlıq yox ha. Bu özlərini çarəsiz vaxtlarında olunub bunlara bu haqsızlıq. Balaca olanda, nə bilim, bəlkə haçansa uşaq idi, yetim idi, arxasında heç kəsi yox idi və ona kimsə nəsə bir pislik eləyəndə bilib ki, eləyirəm də onsuz da anası, atası yoxdur. Məsələn, yəni o qədər elə düşüncədə olan adamlar var. İndi hər biri də kimə baxsan, inanın mənə hər kəsi sonuçda anlaya bilərsən. Və hər kəsi anlamaq həqiqətən də o insanın özünə, daxilinə çox böyük huzur verir.